Bakıda taksi sürücüsü sifarişi ləğv edib sərnişini döydü. Hadisə gecə saat 1 radələrində Nizami rayonu Neftçilər metro stansiyası yaxınlığındakı Makler bağında baş verib. Paytaxt sakini olan bir nəfər Bolt tətbiqi vasitəsilə taksi sifariş verib. Sifarişi 26 yaşlı Ümid Məmmədov qəbul edib. Lakin avtomobildə nasazlıq yarandığını görərək sifarişi ləğv edib. Buna görə də sərnişin Ümidi söyərək təhqir edib. Təhqirlərdən hiddətlənən gənc sürücü yumruq zərbələri ilə müştərinin sifət və başına zərbələr vuraraq ona xəsarətlər yetirib. Nəticədə Ümid Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 28-ci qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə aralarında barışıq əldə olunduğunu və qarşı tərəfin ondan şikayətçi olmadığını deyərək cinayət işinə xitam verilməsini istəyib. Nizami rayon məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Ümid Məmmədov məsuliyyətdən azad olunub. Qeyd edək ki, ad və soyad şərtidir.